73 nömrəli çalışmada deyir ki, mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Elnur bu mətbəədə 5də 1-i ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Dostlar, Elnur bu mətbəədə 5də 1-i ağ-qara olan vərəq çıxartdırırsa, deməli hansı hissəsi rəngli çıxartdırır? 5də 4 hissəsini isə rəngli çıxartdıracaq. Gəlin tapaq, bu 4000 vərəqdən nə qədərini rəngli çıxartdırır, nə qədərini ağ-qara çıxartdırır. 4000-in 5də 1-ini tapsaq, eləyər 800. Deməli, 800 vərəq ağ-qara çıxartdırır. Onda mən 4000-dən çıxaram 800-ü, eləyər 3200. Deməli, 3200-ünü isə çıxartdıracaq rəngli formada. İndi cədvələ nəzər yetirsək, əgər ki vərəqlərin sayı 1 ilə 1500 arasındadırsa, ağ-qara çıxarmaq üçün 35 qəpikdən hesablayacaq. Əgər ki vərəq sayı 1500-dən yuxarıdırsa, rəngli çıxarmaq üçün isə 45 qəpikdən hesablayacaq. Onda ümumi ödənilən məbləği tapmaq üçün nə edərik? 800-ü vurarıq 0,35-ə, üzərinə gələrik 3200 vurulsun 0,45-i. 800-ü 35-ə 0,35-ə vursaq, eləyəcək 280. 3200 isə 0,45-ə vursaq, eləyəcək 1440. Bunları isə cəmləsək, eləyəcək 1720 manat. Deməli, ümumilikdə 1720 manat ödənməlidir. 74 nömrəli çalışmada deyir ki, tənliklər sistemindən x, y hasilinin qiymətini hesablayın. Dostlar, bu tənlikləri elə alt-alta toplasaq, nə alarıq? 2x çıxılsın y topla, x topla y bərabərdir. 12 topla 9. Müsbət y mənfi y islah olunar. X topla x eləyəcək 3x bərabərdir. 12-nin üzərinə 9 gəls eləyəcək 21. Deməli, x bərabərdir 7-yə. Gətirək tənliklərin birində x-in qiymətini yazaq və y hesablayaq. Gəlin elə ikinci tənlikdə x-in yerinə 7 yazaq. 7 topla y bərabərdir 12-yə. Buradan isə y bərabərdir 5-ə. X, y hasilini soruşur. X 7, y 5. Hasil eləyəcək neçə? 35. 74 nömrəli çalışmada cavab olacaq 35. Deyir, avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü, 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü, 4 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Deməli, başlanğıcda 30 nəfər sərnişin var. 7 nəfər sərnişin düşür və 9 nəfər minir. İkinci dayanacaqda 14 nəfər düşür və 4 nəfər minir. Deməli, 30-dan 7 çıxıb üzərinə 9 gəlib, 14 çıxıb 4 gəlməli. 30-dan çıxsaq 7-ni eləyəcək 23. Üzərinə 9 gəlsək eləyəcək 32. 32-dən 14 çıxsaq eləyəcək 18. 18. 18-in üzərinə də 4 gəlsə eləyəcək 22. Deməli, ikinci dayanacaqdan sonra 22 nəfər sərnişin oldu.